Bu gün Qədirxum hədisi kitabının təqdimatıdır. Bu kitab tanınmış hədisşünas və tarixçi Şəmsəddin Zəhəbinin qələmə aldığı kitabdır. Bildiyiniz kimi Şəmsəddin Zəhəbi hədis üzrə çox mütəxəssis biridir və o kitabda 125 hədis qeyd edib. Mən kuntumullah fəhəzə alimullah Qədirxum haqqında. Mən bu yaxınlarda bu kitabla tanış oldum və qərar aldım ki, bu kitabı həm tərcümə edim, həm də tədqiq edim. Bu kitab həmin kitabdır. Deməli 125 hədis burada qeyd olunub. Mən hədisləri həm tərcümə eləmişəm, həm də tədqiq eləmişəm və ondan qabaq bir müqəddimə kitabda yer alır. O müqəddimədə Qədirxum hadisəsi ilə bağlı müəyyən iradlar, şübhələr var ki, onları bir-bir cavablandırmışam. Bu şübhələrin, iradların bəziləri digər kitablarda var, xüsusilə Əllamə Əmininin Əl-Qədir kitabında. Lakin bəzi iradlar var ki, onlar müasirdir, yenidir, onlar həmin kitabda mövcud deyil. Mən o iradları burada qeyd eləmişəm və onları cavablandırmışam. Bu mənim sadəcə 9-cu kitabımdır, nəşr olunan. Ümid edirəm, davamlı olar. Təşəkkür edirəm.